Hər vaxtınız xeyir olsun Azərbaycan xalqı. Buradan Azərbaycan xalqımı salamlayıram. Allah Ulu Heydərə rəhmət eləsin. Bu dünyadan köçüb gedən 92-ci ildən 95-ci ilə qədər Qarabağda döyüşən şəhidlərimizə və 2000-ci ildə aprel ayında döyüşən şəhidlərimizə 92-ci ildə şəhid olmuş şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Sizin qanınız yerdə qalmadı. Necə ki, bax bu şəhidlərimizi erməni şərəfsizlər, Paşinyan, sən çox xod eləyirdin. Ki, Azərbaycan torpağı bizim olacaq. İlham babam qazığı Amma oldu. sağ olsun Heydər Əliyev, Ulu Heydər, Oğlu. generallarımız və onun övladı cənab İlham Əliyev, hərbi hissə generallarımız, əskərlərimiz, zabitlərimiz qanı yerdə qoymadılar bu şəhidlərimizə. Qarabağımızı aldılar, Qarabağımızı qaytardılar. Bir kərə yüksələn bayraq bir daha enməz. Eşit bizi, köçəryam. Qarabağ bizimdir, bizim olacaq. Heç vaxt Azərbaycan heç kimin qarşısında əzilməyib, taftalanmayacaq da. Allah sizə rəhmət eləsin. Bu şəhidlərimiz, Qarabağda vuruşan, şəhid olan şəhidlərimiz. Siz ürəyimizdəsiniz. Sizin yeriniz cənnətdir. Cənnətdəsiniz. İlham deyirlər. Ermənilərin qəbri cəhənnəmdədir. Allah onlara ləhnət eləsin. Allah Köçəryana ləhnət Meyitdilər. eləsin. Qarabağ Azərbaycandır. Bir kərə yüksələn bayraq bir daha enməz. Mən təşəkkür edirəm buradan. Cənab Prezidentimiz İlham Əliyevə, əskərlərimizə, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza Allah hamısı onları qorusun. Allah rəhmət eləsin bu dünyadan köçüb gedən şəhidlərimizə. Yenə də Qarabağımız alındı. Qanımız yerdə qalmadı şəhidlərimizin. Bir kərə yüksələn bayraq yenə deyirəm, bir daha enməz. Qarabağ Azərbaycandır.